Deməli, əməlim, bax. 1 metr uzunluğu dediyimiz kimi şişləri atmışıq. Böyründə şiş qabısı içərdən atmaq olmadı. İndi özün baxanda biləcəksən. Çünki içərdə bu dəmirlər var deyə mane olur. Deməli, zər vermişik. Bunun böyrünün polkası. İşıqlıqda da baxa bilərsən. Görsən, manqalımızda absolutno svarka şov söhbəti yoxdur. Çünki birbaşa qatlamadır. Yəni, manqalın kənarları qatlanır. Altı nədirsə, yanları dodur. Altı da 4 mm-dir. Yanları da 4 mm-dir. Tərtəmiz. Hətta majarla bir yerdən ölçəndə 4.6, 4.7 daj göstərir. Kimsə istəsə, yəni ştangellə ölçüb göstərə də bilərəm. Malımıza da başımızdan cavab deyək. O, bəzi müştərilər olur ki, deyir ki, görməmiş istəmərik biz alsın. Vallahi deyirəm, yəni elə bilin ki, qardaşınız buradadır, ya qardaş oğlu buradadır, fərqi yoxdur. Mən baxıb sizin üçün göndərirəm, elə bilin. Yəni başımızdan cavab deyək və ən əsası heç kimlə biz bəri başdan ödəniş almırıq. Mal müştərinin əlinə çatır, o yana bu yana baxır, sonra pulu ya karta atır, ya da ki birbaşa şoferə verir, maşına verir. Bax belə. Kimsə istəsə buyurub sifariş verə bilər. Manqal təmiz, dörtlük, majarlı list. Manqalın üzərində də bir dənə maşa görürsünüz. Bir dənə köz qarışdırmaqdan, köz dağıdan, bir dənə də kül çıxardan hədiyyədir.